Eləməyin ay xanımlar, eləməyin. Adamı yaman günə salırlar. Mən bilmirəm də sizə hansı dildə deyim ki, gedib belə şeylər eləməyəsiz. Xanım deyir, tük effekti adı ilə gedib simulyasiya elətdirdim. Xanıma bu tük effektinə nə qədər pul vermişdiniz dedim. Nə? Tük? 500 manat pul vermişdim. Tükün heç tığsı da yoxdur. 6 il zəmanət vermişdilər, bir həftədən sonra gömcək oldu. Xanıma mən başa düşmədim. Siz pulu yerdən tapırsınız ki, və soruşmadınız ki, 6 il zəmanət vermişdiniz. Niyə bir həftədən sonra gömcək oldu? Deyir, mən pulu çöldən tapmıram, əziyyət çəkib qazanıram. Deməyinə dedim, amma həyasızcasına, arsızcasına. Hamı da qara qalır, sizdə göyərdi dedilər. Mən onlara sübut edə bilmədim ki, mən simulyasiya elətdirəndən sonra maraqlanmışam, bu hamı da göyərir. Xanım deyir, yəqin bu videonu görüb utanarlar. Vurduqları nakolkanın sonda göyərib bu cür bərbad nəticəsi olacağını bilə-bilə bu işi görənlər çətin utansınlar dedim. Düzünü desəm, məni saç barəsində çox ağladıblar deyə sizə də o qədər inanmırdım. Çox tərəddüd edirdim. Görəsən öz saçımın olmadığı bilinəcək. Bu videonu izləyən dəyərli insanlar rəydə öz fikirlərini yazacaqlar. Siz də oxuyarsınız dedim. Çox qəribədir. Başımda öz saçımın olmadığını bir qram da hiss eləmirəm. Bura sanki saç dünyasıdır. Xanımlar üçün olan bu uzunluğunda saçın bu qədər ucuz olduğunu bilsəydim, heç o lazımsız müalicələri, lazımsız prosedurları etməzdim dedi.